Opel Vectra B peçin sökülməsi, peçin radiatorunun sökülməsi. Bax, onun üçün ilk öncə bax bu sökülür. Bir buradan, bir buradan, bir də buradan. İndi əks tərəfində də boltlar var, şuruplar var. Onlar açılır. 6 dənə şurup. Sonra bir burada şurup var, 2 dənə də burada şurup var. Ondan sonra bax belə bir kronşteyn var. Bu kronşteyn skorsun yanında bax burada olur. 2 dənə burada. 2 dənə qaykası burada olur aşağıda. 2 dənə də burada şuruplar olur. Sonra bax bu açılır. Bu burada belə olur. Bir dənə şurup olur. Bir dənə şurup bax burasında burada olur, bağlanır. Bax bura. O açıldı. Ondan sonra bunun 4 dənə şurupu olur. Bax belə bir şey var. Qapaq kimi var. Qapaq deyək ona. Sonra bir də radiatorun özündə də 2 dənə, bir burada, bir də burada olur. Şurupdur. Ondan sonra bir də peçin bax bu hissəsində buradan şeste kranı ilə açılan ulduz açarına bax bunu ilə. Ondan sonra bax burada salniklər olur. Dartırsız aşağı biraz rahat çıxır. Bax buradan bunu aşağı eləyirsiniz. 2 dənə giriş çıxış. Çətin bir şey deyil. Ondan sonra çıxardırsınız, rahatlığına yiyirsiniz. Mən də yudum, biraz geç çəkdim videonu. Onun üçün elə də güclü açarlara ehtiyac yoxdur. Bax bu belə bir şest ekranı olsa ulduz açar. Sonra atverka normaldır. Atverka sonra belə bir 10 patron olsa belə bir qeyri-adi açarlara ehtiyac yoxdur. Bir də buranı sökəndə ən çox sevdiyim sürprizlərlə qarşılaşdım. Bax bu qəpiyi tapdım. Bunun nə qədər elədiyini yorumlarda kim bilirsə yazar. İtaliya puludur deyəsən. Bir dənə də 2 GB-dan mikrokart çıxdı. İndi bunu da yoxlayacağım görüm nə var içində. Maraqlı bir şeylər. Həmişə belə yerə sökəndə sürprizlərlə qarşılaşırsan. Bir də əvvəllərdə bax bu sökülür. Bunu da sökmək üçün 2 dənə bir burada, bir burada boltları olur. Bir də üstündə belə bir şpilkası olur, teli olur. Bax teli çıxardırsan rahatlığına çıxır.